Hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərində icra hakimiyyətinin yanında sizə 21 mənzil təqdim edəcəm. Həm nağd, həm də dövlət ipotekası ilə satılır. 4%lik güzəştli ipotekadadır bu mənzil. 90 kvadrat metr ümumi sahəsi. 14 mərtəbəli binada 11-ci mərtəbəsində yerləşir. Belə bir giriş hissəsi var. Geniş koridoru var. Girişdə görürsünüz, burada bir böyük şkaf yığılıb, burada bir böyük şkaf yığılıb. Yenə də geniş bir sahə qalıb. Böyle bir geniş koridor. Nəzərinizə çatdırım ki, mənzil həm nağd, həm də ipoteka şərtləri ilə satılır. Aylıq ödəniş 376 manatdır bu mənzil üçün. 90 kvadrat metrdir. İlkin ödəniş tələb olunur 87.000 manat. Gözəl bir mənzildir, çox gözəldir. Geniş, təxminən 28 kvadrat metrdən ibarət zalı var. Bütün otaqlardan eyvan sahəsinə çıxış mövcuddur. Belə bir eyvan sahəsi var. İlkin ödəniş bir daha vurğulayım, tələb olunur 87.000 manat, aylıq ödəniş 376 manat olmaqla satılır. 4%li güzəştli ipotekadır. Burada isə yerləşir böyük yataq otağı. Mənzil nağd da satıla bilər. Mənzilin nağd qiyməti 147.000 manatdır. Sanitar qovşaqdır. Nəzərinizə çatdırım ki, tavanda ehtiyat su çəni də nəzərdə tutulub. Xırdalanın ən yaxşı binalarından biridir. 2 sürətli lifti, geniş həyətyanı sahəsi var. Xırdalanın tam mərkəzidir. Bakı-Sumqayıt sürət elektrik qatarının dayanacağına deməli 100 metr məsafədə yerləşir. Məktəb yanındadır, bağça yanındadır. Bütün növ infrastruktura yaxındır. Burada uşaqlar üçün nəzərdə tutulmuş otaqdır. Burada isə yerləşir mənzilin mətbəxi. Burada isə mənzilimizin mətbəxidir, hörmətli izləyicilər. Belə bir geniş mətbəxi. Bir daha vurğulayım ki, mətbəxdən də eyvan sahəsinə çıxış var, yataq otağından da, həmçinin zaldan. Belə bir işıqlı və geniş mətbəx. Bir daha vurğulayım, mənzil dövlət ipotekasındadır. 4%li güzəştli ipotekadır. Yalnız hərbiçilər, polislər, müəyyən ildən çox stajı olan müəllimlər düşür. Nağd almaq istəsəniz, deməli 147.000 manatdır. İpoteka ilə əldə etmək istəsəniz 87.000 manat ilkin ödəniş, aylıq ödəniş 376 manat olmaqla satılır. Xırdalanın tam mərkəzində yerləşir. Hündür mərtəbəli binanın 11-ci mərtəbəsindədir. Daha geniş informasiya üçün əlaqə saxlayın, kanalımıza abunə olmağı unutmayın. Bizi izləməyə davam edin. Sağ olun, yeniden görüşərik. Hələlik sağ olun.